Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size AUX klimasının yeni bir modelinin deməli pultunun istifadə qaydasını göstereceğim. Qeyd etmək istəyirəm ki, bu çox böyük bir pultdur. Həddindən artıq çoxlu funksiyaları var. Ona görə də əgər kiməsə maraqlıdırsa axıra qədər baxa bilərlər. Amma kiməsə əsas funksiyalar maraqlıdırsa biz o əsas funksiyaları videonun əvvəlində göstərəcəyik. Hər bir kondisionerdə mütləq on-off, yəni yandırıb söndürmə düyməsi olur. Bunun yardımıyla kondisioneri yandırıb söndürə bilirik. Burada bir mod düyməsi var. Bu mod düyməsinin yardımı ilə kondisionerin modlarını, yəni rejimlərini dəyişirik. Hal-hazırda ekranda cool sözü görkənir. Bu soyutma rejimidir. Qurutma, isitmə, fan və avto rejim. Əlbəttə ki, insanların əksəriyyəti kondisionerin soyutma rejimindən istifadə edirlər. Bu səbəbdən biz mod düyməsini basırıq və burada cool sözü gələndə kondisioner soyutma rejimində olur. Bu rejimdə temperaturu 22, 23, 24 olaraq ayarlayırıq və eyni zamanda qeyd etmək istəyirik ki, əgər kimsə elektrik enerjisində bir qədər qənaət etmək istəyirsə, o zaman temperaturu 24 dərəcədə və yaxud ondan da yuxarıya ayarlasın. 22 dərəcədən aşağı ayarlamaq xəstələnməyimizə səbəb ola bilər və uyğun deyildir. Kondisionerin fanının sürətini dəyişmək üçün burada bir speed düyməsi var. Biz onu basanda müxtəlif rejimlərə keçirik. İndi basırıq. Demək bu birinci low rejimi idi. Bu isə mid low, yəni orta aşağı. Bu orta. Bu mid high, yəni orta yuxarı. Bu yuxarı ve bu turbo rejimidir. Bir daha basanda avto rejime keçirik. Bir daha basanda səssiz rejime keçmiş oluruq. Klimanın temperaturunu qaldırmaq üçün bu düymədən istifadə olunur. Aşağı salmaq üçün bu düymədən istifadə olunur. İndi isə növbəti rejimə keçirik. Növbəti rejimə keçmək üçün mod düyməsini basırıq və ekranda dry, yəni qurutma rejimi keçirik. Bu evdə olan nəmin azaldılması üçün olan bir rejimdir. Az istifadə olunan rejimdir. Mod düyməsini bir daha basırıq. Heat, yəni isitmə moduna keçirik. İsitmə modunda, yəni isitmə rejimində temperaturumuzu 26 dərəcənin üzərində tuturuq. Yəni 27, 28 və s. Burada fanın sürətinin avtofan, yəni avtomatik sürətə qoyulması kondisionerin həddindən artıq verimli işləməsinə səbəb olur. Eyni zamanda da hətta havanın temperaturu sıfıra yaxınlaşanda belə kondisionerin çöl hissəsi nadir hallarda buzlayır. Eyni zamanda qeyd etmək istəyirik ki, kondisionerin isitmə rejimində nominal gücə çatması üçün ən azı 20, 40, bəzi vaxtda hətta 1 saata qədər vaxt lazım olur. Bu avto rejimə keçmək üçün biz deməli speed düyməsini basırıq. Burada deməli bir neçə sürət var. Biz hər dəfə basdıqda bu sürətlər dəyişir. Gördüyünüz kimi burada bir avto sözü gələndə demək ki artıq fanın avto sürəti seçilmiş olur. Mod düyməsini indi bir daha basırıq və ekranda fan sözü gəlir. Gördüyünüz kimi temperatur göstəriciləri itdi. Bu da o deməkdir ki, bu modda kondisioner adi bir fan kimi çalışacaqdır. Mod düyməsini bir daha basırıq və ekranda avto sözü gəlir. Avto sözü nədir? Gördüyünüz kimi ekranda yenə də temperatur rejimi yoxdur. Çünki avto rejimində bu kondisionerlərdə avto rejimi 24 dərəcəyə ayarlanmışdır. Və əgər temperatur 24 dərəcədən aşağı düşərsə bu rejimdə klima isitmə rejimində, yuxarı qalxarsa soyutma rejimində işləyəcəkdir. İndi biz yenidən mod düyməsini basırıq və soyutma rejiminə qaydırıq. İndi isə digər düymələrin istifadə qaydasını deyəcəyik. Bəzi kondisionerlərdə iki cür swing düyməsi olur. Bu swing düyməsi jalüzləri idarə etmək üçündür. Bu LR, yəni left right, yəni vertikal jalüzlərin sağa sola hərəkət etdirilməsi və yaxud hər hansı bir vəziyyətdə dayandırılması üçün istifadə olunur. Və biz onu basanda burada əlbəttə ki bir işarəsi gəlir və əlimizi çəkirik. Bu isə up, down, yəni yuxarı və aşağı olan swing düyməsidir. Biz bunu basanda gördüyünüz kimi aşağı yuxarı hərəkəti göstərilir və istədiyimiz istiqamətdə onu dayandıra bilirik. Bütün klimalarda olduğu kimi burada da bir timer düyməsi var. Onun köməyi ilə klimanı istədiyimiz bir zamanda yandırıb və söndürə bilirik. Məsələn,
Klimamız hal-hazırda işləyə vəziyyətdədir və istəyirik ki, 6 saatdan sonra, yəni təxminən gecə saat 3-də söndürülsün. O zaman timer düyməsini basırıq və burada temperatur düyməsinin köməyi ilə 6 saata ayarlayıb timer düyməsini basırıq və burada gördüyünüz kimi timer off işarəsi görkənir. Demək, kondisionerimiz 6 saatdan sonra işlədikdən sonra söndürüləcəkdir. Bu rejimdən çıxmaq üçün timer düyməsini yenidən basırıq. Və yaxud kondisionerimiz sönülüdür, işə gedirik və işdən təxminən 12 saatdan sonra qayıdacaq. Bizə də lazımdır ki, biz işdən qaydanda kondisionerimiz işə düşsün. 1 saat qabaq. Yəni, əgər 12 saatdan sonra evə qayıdacaqsa, o zaman 11 saat ayarlamamız məqsədə uyğundur. Timer düyməsini basırıq və burada timerimizi deməli 11 saata ayarlayıb timer düyməsini basırıq. İndi kondisionerimiz 11 saat işlədikdən sonra demək 11 saatdan sonra daha doğrusu işə düşəcək. Bu rejimdən çıxmaq üçün timer düyməsini yenidən basmamız lazım gəlir. Soyutma rejimində havanın deməli birbaşa insanların üzərinə üfürülməsinin qarşısını almaq üçün soft düyməsindən istifadə edilir. Soft düyməsi basıldıqda burada soft kəlməsi gəlir və jalüzlə elə bir vəziyyətə gəlir ki, oradan çıxan külək birbaşa insanın üzərinə demək ki, üfürəmir. Bu rejimdən çıxmaq üçün yenidən biz soft düyməsini basırıq. Bəzi ölkələrdə Fahrenheit temperatur şkalasından istifadə edilir. Bizim ölkəmizdə, Avrasiyada, Afrikada, ölkələrin çoxunda Selsi şkalasından istifadə edilir. Bu şkaladan, yəni Selsi şkalasından Fahrenheit'e keçmək üçün demək, temperatur yuxarı və temperatur aşağı düymələr eyni zamanda basırıq və burada 3 saniyədən sonra demək F hərfini görürük, yəni 72 dərəcə Fahrenheit. Yenidən eyni düymələri basılı saxlayırıq və Selsi şkalasına geri dönmüş oluruq. Klimanın əlavə funksiyaları menü düyməsinin basılmağından etmək olur və burada bu düymələrin kondisioner yanılı vəziyyətdə olanı var, kondisioner sönülü olanı var. Yanılı olanda bu menü düyməsini basırıq. Burada nə kimi şeylər var? Display, sleep, I feel, health və eco. Display düyməsini əgər təsdiq edəriksə, o zaman kondisionerin üzərində olan işıq deməli ya yandırılacaq, ya söndürüləcəkdir. Yenidən təzədən bu düyməni basırıq. Demək, bu düymələr də sağa getmək olur, bununla sola getmək olur, bununla yuxarı. Sleep düyməsini basırıq və kondisioner sleep rejiminə keçir, yəni yuxu rejiminə keçir və bu rejimdə 10 saat işlədikdən sonra kondisioner söndürülür. Yenidən eyni düyməni basırıq və bu rejimdən çıxmış oluruq. Yenidən menü düyməsinə baxırıq və burada hansı yenidən daha hansı funksiya var? I feel funksiyası. I feel funksiyası, indi baxın bura, vuran kimi burada 26 dərəcəyə qalxdı. Çünki əlim bu kondisionerin pultunu isitdiyinə görə burada həmən yerdə 26 dərəcənin olduğunu göstərir. İndi isə bir neçə saniyədən sonra bəzi vaxt bu dəyişir. I feel rejimi onun üçündür ki, biz pultu deyək ki, stolun üstünə qoymuşuq. Kondisioner bizdən 7 metr aralıdır və istəyirik ki, bizim oturduğumuz yerdə məhz 21 dərəcə, 22 dərəcə temperatur olsun. Bu rejimdən çıxmaq üçün yenidən bu düyməni basıb, OK düyməsini basaraq o rejimdən çıxmış olur. Menü düyməsini yenidən basırıq və burada daha hansı rejimlər var? Health rejimi. Health rejimi işə düşəndə, yəni sağlamlıq rejimi işə düşəndə adətən kondisionerlərdə deməli ki, iyonizatorlar işə düşür, əgər varsa və yaxud havanın təmizlənməsi və yaxud qurudulması, havanın təmizlənməsi və orada olan mənfi demək şeylərin filtrin üstünə qonması üçün bu düymə basılır. Bir daha bu düyməni basırıq və oradan çıxırıq. Burada yenə də menü düyməsini basıb Eco düyməsine yaxınlaşır və basanda gördüyümüz kimi burada Eco, yəni ekonomik rejimə kondisioner keçmiş olur və ekonomik rejimdə də kondisioner nisbətən az elektrik enerjisi istifadə edilir. Çünki bu inverter tipli kondisionerdir və burada həqiqətən də elektrik enerjisinə qənaət hiss olunur. Bir daha basıb buradan çıxırıq. İsitmə rejimində bəzi klimalarda deməli əlavə isidici olur. Əvvəlcə isitmə rejiminə keçirik.
Bundan sonra bu düyməni basdıqda biz burada görürük ki LH, yəni əlavə isidici elementin işarəsi olur və biz bura gəlirik, yaxınlaşırıq. Vurduqda ya yanır, ya da sönür. Bunu yəni yandırıb söndürmək bununla mümkündür. İndi isə deməli pultu söndürürük və yenidən menyu düyməsini basırıq. Görək burada daha hansı punktu. Əlbəttə display var. Bundan sonra burada iClean var və iClean'dan başqa antifungus var. iClean'i basdıqda demək burada iClean sözü görünür və kondisioner bu rejimdə 30 dəqiqə ərzində işləyir. 30 dəqiqə ərzində əvvəlcə kondisionerin üzərinə müəyyən miqdarda su yığılır. Su yığıldıqdan sonra kondisionerin fanı söndürülür və orada buzlanma prosesi başlayır və birdən-birə kondisioner söndürüldükdə o buz əriyir və əriyərkən də orada olan kirləri də özü ilə birlikdə aparır. Çox maraqlı funksiyadır və əlbəttə ki, istifadə etməyə dəyər. Bu rejimdən çıxmaq üçün yenidən basırıq və bu rejimdən çıxırıq. Bir də daha nə var? Yenidən basırıq və burada bir dənə aşağı düşürük və antifungus funksiyasını seçirik. Bu nədir? Göbələyin əmələ gəlməsi və yaxud başqa deməli bakteriyaların buxarlaşdırıcının üzərində toplanması kimi qəribə qoxuların gəlməsinin qarşısını almaq üçün bu antifungus rejimindən istifadə olur. Kondisioner söndürüldükdən sonra təxminən fan 3 dəqiqə ərzində işləməyə davam edir. Yenidən basıb bu rejimdən çıxmış oluruq. Bəzi vaxtı deməli evlərdə elə olur ki, uzun müddət insan yaşamır və istəmirlər ki, evdə olan aboylar, ümumiyyətlə evdə olan temperatur, aboylar xarab olmasın və evdə olan temperatur 8 dərəcədən aşağı düşməsin. Bu kondisionerlərdən mod və temperatur yuxarı düyməsi eyni zamanda basıldıqda 3 saniyədən sonra deməli 8 dərəcə rejiminə keçirik. İsti rejimində 8 dərəcə rejim. Bu nədir? Yəni kondisioner hərdən bir işləyəcək və evdə olan temperaturun 8 dərəcədən aşağı düşməsinə imkan verməyəcək. Tezdə yenidən eyni düyməni basıb adi rejimə qayıtmış oluruq. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusif müəllim. Əssəlamu aleykum.